xalqının, millətinin yanında deyil. Dələduz Kəmaləddin Heydərovun yanındadır. Düzün deyim, bu günlərdə də laf o Baba Vəziroğlu'nun demək ki, Kemal bu adam yaradıcı adamdır. Gecə saat 2-də birdən də ki, İlham Pərisi gəlir, nəsə yazır və zəng eləyir ki, durun, gəlin. Baxın, bizim faciəmizə baxın ki, bir manısı biz götürüb fövqəladə, əvvəlcə kömürlüyə, sonra da Fövqəladə Hallar Nazirliyinə nazir qoymuşuq. Xalqın, millətin deyək ki, işi ilə məşğul olmaq əvəzinə bu bəstəkar adamdır, yazır, yaradır özü üçün, haqq qoyduğu yerlərdən də pulunu alır, qəşəng yaşayır özü üçün. Yəni gecə saat 2-də, 3-də yatmır. Gözəl hərəmxana düzəldir özü üçün. Və orada o şeydə orada Ağadaş da var. Məni düzgün anlayın dostlar. Mən bu adamlar ki var. Elə bu da Çingiz Abdullayev də, nə bilim deyək ki, Anar da, sonra yəni o verdiyi, o birisi haqqında danışdığımızda başqa adamlar, bunların hamısı, mən inanın, mən bunları çox sevdiyim üçün danışıram. Danışıram ki, ay qardaşlar, bax, Ağadaş, sən deyirsən ki, ilahi ədalət pozulanda insan, yəni onun yanında olmalıdır. Yəni insan qoymamalıdır o ədalət pozulsun. Yaxşı, bugün Azərbaycan xalqına qarşı ilahi ədalət pozulub, bu boyda ədalətsizlik var. Və siz haradasınız? Və siz yaxşı, sizin sevə-sevə sizi milyoner eləyən, sevə-sevə sizi deyək ki, bu boyda ödülləndirən hər biriniz, istər Çingiz olsun, istəyirsən olsa, deyək ki, müğənni kimi və yaxud da Rasim Balayev olsun, kim olsun, fərq eləməz. Bugün həmən xalq dardadır və siz haradasınız?